Daxili qoşunların arsenalında çox maraqlı silahlar var və bir neçə il əvvələ, daha doğrusu bir neçə 10 il əvvələ qayıtsaq, daxili qoşunların arsenalında ən yaxşı Makarov tapancaları idi və bir də ki, Stechkin avtomatik tapancalara rast gəlmək olardı. Amma dövran dəyişdikcə bizim daxili qoşunlarda silah arsenalı çox belə genişləndi və onların arsenalında istənilən ölkənin silahına rast gəlmək mümkündür və bir belə olaraq daxili qoşunlar daha çox etibarlı silahlardan, keçmiş silahlardan istifadə etməyə üstünlük verir və o silahlardan biri də onların tapancaları. Dünyaca məşhur olan bir tapancadır. Yerifo 941 İsrailin istehsal etdiyi bir silahdır və bu silaha ilk baxışdan belə baxanda deyirsən ki, balacadır. Nə bilim, nədir, amma yox. Əslində qalsa bu silah əsl döyüş silahıdır və bu silahla bağlı müəyyən məlumatları hər halda mütəxəssis özü versə yaxşıdır. Hər vaxt olsa necəsiz? Burada da ilk dəfədir bu tapanca, əlim bu tapanca ilk dəfədir deyir və etiraf edeyim ki, əlimə çox rahat oturur. Amma müəyyən məqamlar var ki, onlar barədə özünüz danışsınız daha yaxşı olardı. Söhbət nədən gedir? İlk olaraq mənə bunun kalibri maraqlıdır. Bəli, bu gördüyünüz silah İsrail istehsal olunub. 9,9 mm-dir. Çapı 9,19 mm-dir. Düşmənin, daha doğrusu hücum silahı deyil bunlar. Tapanca silahların yeşim olanların hamısı müdafiə silahı sayılırlar. Düşmənin canlı qüvvəsi yaxın məsafədən məhv etmək üçün nəzərdə tutulub. Əsasən müdafiə silahı, hücum silahı sayılmır. Yəni özünü müdafiə eləmək. Bəli. Yaxın məsafədən özünü müdafiə üçün sayılır. Yəni ikinci ehtiyat silahı kimi sayılır, tapanca silahı hamısı. Siz bayaq dediyiniz kimi Azərbaycan Respublikasının silahlı qüvvələrinin əvvəlki arsenallarında Makarov tapancasının çıxarılmasının bunun arasında çox fərq var. Əvvəl gördüyünüz kimi Makarov tapancaların bu hissəsindən çıxardılır. Darağı, o da çətin idi, doldurulması və çıxarılması. Amma burada gördüyünüz kimi purjun vasitəsi, yaylı ox vasitəsi daraq özü rahat çıxır. İstədiyi vaxtda bunu çıxarıb yerinə rahat da bir daraq taxa bilirsiniz. Düz üstdən. Deməli, onda belə çıxır ki, çox asanlıqla mağazin özü çıxır. Bəli. Mağazini oyuğa da yerləşdirmək, bunun burası geniş olduğu üçün, yəni oval formada gəldiyi üçün rahat oturur. Yəni bu atıcıda həm atış sərrastlığından əlavə də, yəni vaxt itkisinin qarşısını alır. Ondan əlavə də atış məsəl üçün atış atdığın zaman Makarov tipli silahlarda sol əlin istifadəsi texnoloji qeyri-mümkün vəziyyətə gəlir satılır. Bunda isə sol barmaqla əsasən atış üstünlüyünü, yəni atışın sıxlığını yığmaqdan çox necə deyim, mütəxəssislərin qəşəng bir şeylər yaradırlar. Ondan əlavə də yəni tutmaq rahatdır belə. Çox rahat. Sol əl məsəl üçün belə sağ əl çox burada. Yəni silahı tutma qabiliyyətinin ən çox 60% hissəsini sol əl edir. Sağ əl isə onun idarə etməsi. Bəli. Yəni tətik çəkmə bunun elə ki 1 kiloqram yük çəkmə qədərdir. 1-2 ton yükdür. Bu qayda nişan alırsınız və istədiyiniz atış zamanında görürsünüz ki, burada crash-der var tapanca silahlarında. Burada əlavə lazer, ondan sonra fənlər də quraşdırır. Xarici kinolarda görürsünüz. Crash-der vasitəsilə quraşdırır və burada rahatlıqla nişan ala bilirsiniz. Gövdəvizi qollarınızı yığıb, hədəfi tam silah, insan orta hissəsini yaxınlaşdırıb, hədəfə doğru rahat atış etsə bilirsiniz. Silahın sökülməsi nə dərəcədə rahatdır? Silahın sökülməsi bunun əlavə plastikləri var. Yəni onunla rahat sökülür və hər burada məsələn kartdan şərafını sökülür. Sonra silahın doldurulması da bu çəkilməsinə nə dərəcədə qüvvət eləmək? Çəkilməsi heç rahat qüvvət eləmək. Çox rahatlıqla çəkilir. At gözlük darağımız boş olduğunu bildirir. Burada qorucu bir sistemdir. Bunu çəkirsiniz və atışa hazırdır. Yoxlaya bilərəm onu özüm. Bəli, bu qayda yoxlaya bilərsiniz. Boş daraqla, dolu daraqla da yoxlaya bilərsiniz. Deməli, qorucudan çıxarılır, sonra çəkilir. Rahat. Buradan çəksəz daha effektiv olur. Buradan istədən simulyasiya bilikli yer. Yəni ki, patron qutardısa, o artıq atışa xəbər edib patron qutarı modelilə həkimə var. O sistemdə var. Nişan almaq nə dərəcədə var? Nişan almaq, madam tipli tapancadan nişanlıqdır artıq. Həm də tək-təkdə tapancadır. Şəksi mən belə baxıram ki, yaxşıdır. Dolu mağazini üstünə boyanda balans çox dəyişir. Patron mağazini
Yəni Azərbaycan Atış yarım avtomatda bunu yalnız elə o tapancalarda olduğu tak gedir. Və həmin o tak o atanda hədəfdən elə bir güclü yayılması var, yoxsa? yayılması yoxdur. Bu səfər tərəfindən deyil. İlk atışda da ki, sizdə amma belə Yox, onların. Heç səfər ki var burada da. Böyle. Ha, burada buna deşiklər də var ki, arada bilmək olur. 5-5 oldu hesabladım. Ha, 5-5 hesabladım. Burada məsəl üçün 5 kilo doğanda bura gəlir. 10 kilo belə, 15 kilo. Amma 600 gündə isə başqa ətə gedir. Başa düşdüm. Böyle düşündüm. İç baxışdan çox rahat görsənir. Hamısı oturdu. Doldu. Hə, onu bilirəm. Nişan alınır. Herhalde yox ya. Düz mən bir balaca başqa cürə həmişə nişan almışam tapancadan, amma mənim özümə çox maraqlı ki, bu tapancalardan atəş açmaq nə qədər rahatdır. Həqiqətən də Makarov tapancasından çox rahatdır. Həddən artıq rahat oldu mənim üçün. Mən tamam başqa bir təpmə qüvvəsi gözləyirdim bundan. Amma atəş açandan sonra dərhal nişan almaq xəttinə silah özü qaldı. Silah tanasa davağı çıxardı, hamı şeklini öyle bırakırsa. Orucu da burada rahat, çok rahattır. Orucu sistemi de rahattır. Yani öyle bir güç tədbiq olunmuyor. Orucunu açıp bağlamak burada yani. Yani isteseniz bu dəqiqə hal-hazırda bizim bir çalışmamız var, onu icra eləyərdiniz, siz də qulaqdan Baxardım. Qulaqdan baxardım. 10 minnətdarım, buyurun.